Bugün bilirik ki, bu axşam İmam Kazım əleyhissalamın bir rəvayətə əsasən Mövlud günüdür. Sabah bu axşam daxil olur, sabah Mövlud günüdür. Bu günlər yəni Həzrətin Mövlud günləridir. Əlbəttə iki versiya vardır. Biri Səfər ayındadır, biri isə bu aydadır. Bəzən daha çox Səfər ayında olana təkid olunub ki, Mövludu odur. Amma biz dedik bu il bu versiya ilə gedək. Niyə? Çünki Səfər ayında Mövlud eləmək olmur axı. Səfər ayında İmam Kazım əleyhissalamın mədh eləmək, surud oxumaq olmur. Bu günlər elə bayram günləridir. Dünən də Qədirxum günü idi. Bayram günləridir. Fürsət bildik ki, bir dəfə də Həzrətin Mövludunu elə bu versiya ilə həyata keçirək. Hətta bu yox, o birisi olmuş olsa həqiqətdə biz heç nə uduzmamışıq. Həzrət İmam Kazım əleyhissalamı yad eləyirik və imamların yadı bizim ruhumuzun qidasıdır. Onların zikri bizim ruhumuza məlhəmdir. Ona görə də bugün mən istəyirəm ki, təbərrükən Həzrətdən bir neçə dəqiqə danışım, sonra əziz qardaşım Seyid Peyman o Həzrət barəsində surudlar, mədhiyələr oxuyar və bizim qəlbimizi nurani və münəvvər eləyər. Əlbəttə mən bir müddət bundan əvvəl İmam Kazım əleyhissalamın şəhadət günündə bütün xütbəni ona həsr eləmişdim və çoxlu məsələləri danışmışdım Həzrət barəsində. Bugün də mən onlara toxunmuram. Təbərrükən bir neçə dənə cəhətlərini demək istəyirəm Musa Kazım əleyhissalamın. Musa Kazım əleyhissalam imamdır da, Şiənin 7-ci imamıdır. Və istəyirəm deyəm, ən məzlum imamlardandır. Bəzən o birisilərin də məzlumiyyəti gözümün qabağına gəlir. Adam bilmir hansı daha məzlumdur. Vallahi mən bilmirəm. Düzdür ki, İmam Hüseyin barəsində daha çox deyilir bu söz. Məsələn, İmam Həsən də dedi ki, sənin gününə gün çatmaz. Amma Musa Kazım əleyhissalam da çox məzlum imamdır. Əlbəttə Mövlud günüdür. Mən o detallara girmək istəmirəm. İndi biraz Həzrətin həbsindən də danışacağam, zindan həyatından danışacağam, amma başqa məqsədlə danışıram. Bu günlər, yəni Mövlud günləridir deyə başqa cəhəti ilə danışıram Həzrətdən. İstəyirəm Həzrətin bu tərəfinə baxaq. Əvvəla məlun Harun ər-Rəşiddən deyim ki, çox məlun insan idi, çox hiləgər insan idi. Bəzən də onu Muaviyyəyə oxşadıram bəzi əməllərinə görə. Hər halda İmam Musa Kazımın o qədər şan şöhrəti artdı ki, onu zindana salmaq qərarına gəldi. Onu da sizə deyim ki, əzizlər, bəli, Abbasi xəlifələri də, elə Bəni Ümeyyə də, Peyğəmbər əhl-i beytinin, yəni imamların haqqını qəsb eləyən hər kəs zaten səhv eləyib, haqqı qəsb eləyib və bunun sorğu-sualı da olacaq. Bu təbiidir. Amma imamlarla mübarizə aparanlar, onu zəhərləyib şəhadətə çatdıranlar, onu zindana atanlar, onu blokadada saxlayanlar var ha. Bunlar təkcə düşmənçiliyə görə deyil. Əgər imamlar o qədər parlaq olmasaydılar, heç onlar bu işi görməzdilər. Niyə görməzdilər? Qoy onu da deyim, xoşbaxıllar deyə yox. Çünki Peyğəmbər əhl-i beytinə əl uzatmağın özündə çətinliklər var. Yəni zəmanə özü də, həmin zamanənin özü də həmin o xəlifələr barəsində problemlər yaradır. Amma özü çox problem yaradır. Amma görün nə qədər onları özlərinə problemli görürlər ki, bu cinayətə əl atırlar. İmamı zəhərləmək, imamı zindana salmaq, imama əziyyət vermək, imamı gətizdirmək, bu şeylərin hamısını əl atıblar. Çünki imamların nüfuzu çoxalırdı. İmamların nüfuzu çox idi. Çünki onlar real imamdılar, Allahın höccətidirlər. İnsanlar qafildilər, iqtidar bunların əlindədir deyə, bu zalım xəlifələrin əlindədir deyə istədiyi kimi
insanları manipulyasiya eləyirlər, Allahın hüccətindən xəbərsiz eləyirlər. Amma bir sıra insanların qəlbi nuranıdır. Amma imamın kimliyi, imamın möcüzələri, imamın əzəməti insanların çoxunun gözünün qabağındadır. Ona görə də təbii olaraq insanlarda bir imama qarşı yaranırdı müəyyən belə deyək, rəğbət, meyil və s. İnanın ki, bütün imamların dövründə əgər əks təbliğatlar olmasa, əgər qüdrət falan olmasaydı, elə insanları hətta xilafətdə olmasalar belə özlərinə çəkə bilərdilər. Amma bunun qarşısını xəlifələr ayıq olublar, zalimlar və onun qarşısını kəsiblər. Həzrət Musa Kazım əleyhissalamın həyatında da biz bunu görürük. Məzlumiyyəti odur ki, digər imamlardan fərqli olaraq daha çox zindanda qalıb. Əlbəttə, tarix onun zindanda nə qədər qalması barəsində dəqiq məlumat demir. Demir nə qədər qalıb. Amma deyirlər, çox qalıb Həzrət zindanda. Zindanda çox qalıb Həzrət. Məlun Harun Peyğəmbəri ziyarət eləyəndə deyir ki, atam, anam sənə qurban olsun. Amma bir qərara gəlmişəm, buna görə səndən üzr istəyirəm. Mən qərara gəlmişəm ki, Musa ibn Cəfəri zindana salım, həbs eləyim. Çünki o sənin ümmətinin daxilində ixtişaş yaradır və ümmətinin qanını axıdacaq. Bundan qorxuram. Ona görə də səndən üzr istəyirəm, sənin balanı mən həbs eləyəcəm. Onu həbsə atır. Əvvəl Bəsrə zindanında həbsə atır. Bəsrə zindanında bax, bayaq deyirdim, bəzi insanlar var ki, Sibğətullaha sahibdirlər. Allah rənginə boyanıblar. Bəzi insanlarda Allahdan başqa heç nə qalmayıb. Hər an Allah qoxusu verirlər, hər an Allahı xatırladırlar. Bu təkcə belə yad eləmək mənasında da deyirlər, təsirləri var. Təsirləri var. Bu Bəsrə zindanında həmin o zindanban Həzrətdən o qədər gözəlliklər görür. Həm mənəviyyat, ibadət, itayət, vüqar, bütün fəzilətlər də imamdır da. O qədər görür ki, bir vaxtı Məlun Harun əmr eləyir ki, öldür onu. Öldür. Çünki bəzən görür ki, artıq zindanda da müəyyən xəbərlər gəlir. Bəsrədəki zindanban deyir ki, mən bacarmıram bunu. Eləyə bilmərəm. Bu adam bütün gün ibadət. Bu adam çox gözəl insan. Belə bir rəğbətin yaranması artıq Harunu qorxudur və onu çağırdır. Bəsrədən Həzrəti gətizdirir Bağdad zindanına. Deyirlər ki, Həzrət zindana düşəndə o qədər ibadət edirdi və Allaha bilirsiniz nə deyirdi? Əslində imamların heç vaxt kürsüdə gözü olmayıb və imamların heç, belə deyim ki, cəmaatla da işi olmazdı. Çünki o aşiqdir. Aşiq üçün başqaları gözə görünməz, amma elə o məşuquna xatir insanların sorağına gəlir olar. İndiki fürsət düşüb da insanlardan ki, əli üzülüb, Həzrət deyir ki, Allaha deyir ki, ilahi, sən bilirsən ki, sənin dərgahında, yəni nalələr etmək üçün, səcdələr etmək üçün bir fürsət axtarırdım. Bir boş vaxt istəyirdim ki, sənə ibadət eləyəm. İstəyimi qəbul etdin, sənə şükür olsun. Yəni, necə Allah pərəst, zindanı nemət bilir ki, boynumdan sanki başqa şeylər götürüldü, mən sənin çox aşiqinəm. Belə bir fürsət gözləyirdim. Əlbəttə, imam insanların da aşiqi deyil, Allaha xatir. Amma yəni ona əmr olunmasa ki, insanlara tərəf get, indi öz sevgisi də onu vadar eləməsə, başqa-başqa xeyirlər vadar eləməsə, bu insanlar bir göz qırpın belə Allaha səcdədən, Allaha razı niyazdan kənarda dayanmazlar. Bax, bunu demək istəyirəm. Ona görə də Həzrət bu duası ilə belə eləyir. Və dediyim kimi onu Bağdada aparırlar. Çünki bu zindanban artıq ona qarşı rəğbəti yaranır. Və gəlir Bağdadda xəlifənin sarayı var və o sarayın bir yerində də Fəzl adında bir yaxını var xəlifənin. Onun nəzdində bu dəfə qalır həbsdə. Hərdən xəlifə gəlir, görür ki, onu oğlan yerə baxır,
hündür yerdən baxır, görür ki, bir parça, bir libas atılıb yerə. Deyir ki, bu nədir, çoxdandır tərpənmir. Fəzil deyir ki, bu libas deyil, parça deyil. O Musa Kazım çünki çox uzaqdan baxır ona, tərpənmədən. Deyir ki, o saatlarla belə səcdədə qalır. Harun Məlun deyir ki, bəli, doğrudan da Bəni Haşimin adamları hamısı çox zahiddirlər, çox abiddirlər. Bunların qəribə bir Allah eşqi var. Fəzil deyir, gördüm ki, belə sözlər danışır. Dedim ki, bəs onda niyə biz bunu həbs eləmişik? Biz bunu bəlkə azad eləyək. Niyə biz bunu həbs eləmişik? Dedi ki, başqa çarəm yoxdur. Başqa çarəm yoxdur. Yəni, özü də etiraf eləyir ki, onlar zahiddirlər, onlar problemsizdirlər. Amma xəlifənin nüfuzuna xələl gəlir. Bilmirəm nələr oldu. Tarix çox geniş yazmır. Düz deyib müəyyən məsələlər yazır. İndi bugün onları demək də istəmərəm. Bilmirəm nə oldu, amma bir dəfə Həzrət Allaha başqa dua elədi. Dedi ki, ilahi, ey mənim seyyidim, ey mənim ağam, istəyirəm ki, məni artıq Harunun zindanından xilas edəsən. Bu dəfə artıq qala bilmirəm. Bilmirəm ona nə qədər hörmətsizlik olurdu, ona nə qədər əzablar, çətinliklər yaradılırdı. Ya bilmirəm başqa bir missiyası var idi. Nə idisə, əlbəttə yenə deyirəm, amma versiyalar var, mən oxumaq istəmirəm. Belə dualar elədi. Dedi ki, səndən istəyirəm ki, məni Harunun əlindən xilas elə və tezliklə Həzrət bu dəfəki həbsdən azad olur. Sonra biraz keçir, Harun yenə də onu növbəti dəfə həbs eləyir və yenə də Bağdadda onu yenə də Fəzlin yanına göndərir və Fəzildən sonra onu başqa birini, Sindi ibn Şahəkin zindanına göndərir. O da çox azğın bir insan olur. Onun özünə də, qulamına da tapşırır. Onun özünə əmr gəlir ki, öldürmək lazımdır artıq bu dəfə və o da bir qulamına tapşırır bunu. Qulamı da gedir ki, ondan ünsiyyətdə olsun, yavaş-yavaş onu öldürsün. Və qulamı gedib Həzrətin ibadət itaətlərini, necəliyini, kimliyini görəndən sonra tamamilə dəyişir, olur Həzrətin yar-ı ənsarından, yəni şiə olur, yəni Həzrəti sevən bir adama çevrilir. Bu hadisələr Harunun qulağına çatdıqca dəli olur və Həzrətin tezliklə aradan getməsi üçün müəyyən işlər görməyə başlayır. Və ölümünü də hər kəs üzərinə götürmürdü. Məsələn, Fəzil də götürmür. Ondan əvvəlki İsa adında bir nəfər də götürmür, həmin o Bəsrədə olan. Onu öldürməyi də hər adam üzərinə götürmür və bu dəfə də bu qulam da öldürmək üçün gedib hidayət olur deyə Harun çox narahat olur və istəyir ki, bir yolla onun abrını aparsın, nəsə belə bir işlər görsün və beləcə yavaş-yavaş onu necəsə aradan aparsın, öldürməyə çalışsın. Deyirlər ki, bir nəfər kənizi olur, kənizini göndərir Həzrəti Musa Kazımın yanına. Görün, Həzrətə nə qədər zülm eləmək istəyiblər. Yəni, naməhrəmlə, şəhvətlə Həzrəti yoldan çıxarmaq, abrını aparmaq və beləcə də bu təmasdan sonra da yavaş-yavaş o qadın Həzrət Musa Kazımı öldürməli idi. İndi belə bir versiya da var. Deyirlər ki, həmin o qasid bu kənizi götürür, aparır Musa Kazımın yanına və deyir ki, Harun deyir ki, biz bunu sənin üçün göndərmişik. O da deyir ki, get Harun'a de ki, mən buna ehtiyacım yoxdur. Qasid Harun'a deyəndə bunu da deyir ki, biz bunu ona xoşluqla eləmirik. O məcburdur buna, bizim əmrlərimizə tabi olmalıdır. Mən onu öz xoşu ilə həbs elətdirməmişəm ki, indi də mənə kəniz barəsində belə sözləri deyir. Bir müddətdən sonra Haruna xəbər çatır ki, həmin o xanım, özdə deyirlər, biraz da, çox üzr istəyirəm, yaxşı olmayan qadın olur. Yəni, bu işi bacara bilərdi. Həm çox gözəl göyçək olur, həm də ki, bu işi bacara bilərdi. Elə onu Harun hər adamı ki, eləməz, yəni bilsə ki, alınmaz, eləməz, o bilirdi ki, alınar. Ona görə bu işi görürdü. Bir müddətdən sonra görürlər ki, o qadın səcdədədir. Qulaq asır, görür ki, səcdədə Quddus zikr edir. Çatdırırlar Haruna bir xəbəri, tez onu yanına çağırır.
Eşidəndə əvvəl deyir ki, and olsun ki, onu da ofsunladı. Hamını ofsunlayır, o qadını da ofsunladı. O qadını mənim yanıma gətirin. Qadını gətirirlər Harunun yanına, görürlər ki, çox mərifətə sahib olub bu az müddətdə. Zikr eləyir, Rəbbini yad eləyir. Harun deyir ki, nə olub sənə, niyə belə əsirsən, niyə belə zikr eləyirsən, bu nə dindarlıqdır, nə oldu sənə, səninlə biz danışmışdıq axı, bizim fikrimiz başqaydı axı, niyə sən bu vəziyyətə düşdün, niyə bu hala düşdün? Deyir ki, mən onu görəndə çox qəribə hala düşdüm. Mən onun yanındaydım, o heç vaxt mən tərəfə baxmırdı, gecə-gündüz namaz qılırdı. Deyir, mən ilk dəfə o namaz qılandan sonra ki, mən onu bir xeyli izlədim, namazını qıldı, bitirdi, tamam, qutarandan sonra mən ona dedim ki, sizin üçün neyiniyə bilərəm? Deyir, mənə dedi ki, mənim səndən nə işim ola bilər axı? Deyir, dedim ki, mən gəlmişəm, məni göndəriblər ki, mən sizə xidmət eləyəm. Deyir, o mənə qeybdən bir iş gördü. Mənə dedi ki, o tərəfə bax. Mən baxdım o tərəfə, gözümdən pərdələr çəkildi. Gördüm ki, başqa bir aləmdir. Orada hər cür adam var, hər cür məxluq var, yəni cənnət. Və ora çox qəribə bir yerdir. Dedi ki, onlar hamısı mənim xidmətimdə olmağa hazırdılar. Sənə ehtiyacım yoxdur. Ondan sonra yeni ibadətlərlə məşğuldur. Mən ondan sonra hamısını Haruna danışır. Bunun hamısını Haruna danışır. Dedi, mənim ehtiyacım yoxdur. Yəni ki, mən öz Rəbbimlə məşğulam. Deyir, ondan sonra bu xanım dəyişilir. Baxın, Musa Kazım ilahi övliyadır. Hər kəslə təmas qurursa, o qədər Allahlaşmış kəsdir ki, əgər zərrə qədər nuraniyyəti olan bir insan olsa, qüdrətləri elədir ki, o dəqiq onu hidayət edir. Biz imamların tarixində, hər birinin tarixində bu hadisələrdən nə qədər görmüşük, oxumuşuk. İlahi övliya belədir. İlahi övliya ilə hər kəsin təması olsa, o dəqiqə hidayət eləyər insan. O dəqiqə dəyişdirər insan. Allah İmam Zamanın zuhurunu təcil eləsin. Biz də o həzrəti görək. Biz də o həzrətin xütbələrinə qulaq asaq. Biz də o həzrətin dualarını eşidək. Onda yəqin ki, bizim üçün də başqa bir təsir də olar. Allahumma inna nəs'əluka və nəd'uk bismikal azimil əzəm əl-əzzil cəllil əkrəm və bi Musa Kazim. Ya Allah, 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 ya Allah. Ya Rəhman, ya Rəhim, ya muqallibəl qulub, thəbbit qulubana ala dinik. Allahumma accil vəliyyikəl fərəcə Mevlana sahibəz zaman və cealna min ənsarihi və əvani və ətbaihi və şiyyətih. İlahi İmam Zamanın zuhurunu təcil elə, qəlbimizlərdən razı və xoşnud elə, bizi onun həqiqi müntəzirlərindən qərar ver. Onun hörmətinə, Musa Kazımın hörmətinə, dünyanın hər yerində məzlumlara kömək elə, çətinlikdə, giriftarçılıqda olanlara kömək elə, qəlbimizin, ruhumuzun xəstəliklərini şəfasını ver, günahlarımızın üstündən qələmə əfv çək, hər kimin nə dərdi, nə hacət var, hamımızın hacətlərimizi rəva elə, o Həzrətin gözəl qəbrinin ziyarətindən bizləri binəsib eləmə. Bi haqqı Muhammedin və alihi tahirin və salli ala Muhammedin və alihi tahirin. Ey nuri masava dilbendi heyder mezheri kibriya Musa ibn Cafer mezheri kibriya Musa ibn Cafer. Ey nuri masava dilbendi heyder mezheri kibriya Musa ibn Cafer mezheri kibriya Musa ibn Cafer.
Yedinci ulduzun nurani eşki, Qəhrəman şərəf sultan eşki, Qəhrəman şərəf sultan eşki. Könüllərə səfa sən Musa ibn Cəfər, Nuri Ali Əbasən Musa ibn Cəfər. Könüllərə səfa sən Musa ibn Cəfər, Nuri Ali Əbasən Musa ibn Cəfər. Düzdür sən 11 il zindanda kaldın, sen de zulmün özün zindana saldın, sen de zulmün özün zindana saldın. İzzeti mektebi hatem senindi, Kerbela'da yatan bayrak senindi, Kerbela'da yatan bayrak senindi. Könüllere sefa sen Musa ibn Cəfər, Nuri Ali Əbasən Musa ibn Cəfər. Könüllere sefa sen Musa ibn Cəfər, Nuri Ali Əbasən Musa ibn Cəfər. Teşnedir qəbrini öpsün mələklər, İnşallah tezliklə hər birizə İmam Musa ibn Cəfərin ziyarəti nəsib olsun. Teşnedir qəbrini öpsün mələklər, Qəbrinin ətrinə qurban ürəklər, Qəbrinin ətrinə qurban ürəklər. Aşiqin sərvəri sən ölüncə, əymədin zalıma boyun ölüncə, əymədin zalıma boyun ölüncə. Könüllərə səfa sən Musa ibn Cəfər, Nuri Ali Əbasən Musa ibn Cəfər. Könüllərə səfa sən Musa ibn Cəfər, Nuri Ali Əbasən Musa ibn Cəfər. Ey Nuri maseva dilbendi Heydər, Mezheri kibriya Musa ibn Cəfər. Yedinci ulduzun nurani eşki, Qəhrəman şərəf sultan eşki, Qəhrəman şərəf sultan eşki. Könüllərə səfa sən Musa ibn Cəfər, Nuri Ali Əbasən Musa ibn Cəfər. Könüllərə səfa sən Musa ibn Cəfər, Nuri Ali Əbasən Musa ibn Cəfər. Ey qələm yaz eşq adın, kim dildə əzbər saxladı. Ey qələm yaz eşq adın, kim dildə əzbər saxladı. Eşq elədim bayrağım payəndə kimlər saxladı.
bayrağı hürriyyəti əvvəl peyğəmbər saxladı. Bədi peyğəmbər onu çiynində Heydər saxladı. Bu günlər Qədirxum günləridir. Bədi peyğəmbər onu çiynində Heydər saxladı. Heydərin də İzzətin Musa ibn Cəfər saxladı. Məqamına qurban ya İmam Kazım, ey dilim dad istə Alullahidən, ta mədəd yetsin sənə Allahidən. Hacətim vardı huzur-i qəlbilə, babi hacatı dolan tap sidq ilə. Et təvəssül Müstəfa övladına, bil əxəz Musa ibn Cəfər adına. Sibti peyğəmbərdi ol Babəl Murad, səslə ixlas ilə görün neylər o ad, neylər o ad. Əşki çeşmin eylə ruxsarə rəvan, səslə ya Babəl həvaic əl-aman. Səslə çəngi vur damanına, andı ver oğlu Rızanın canına. Andı ver oğlu Rızanın cana. Biz de bu mevlud günündə İmam Musa ibn Cəfəri and verək İmam Rızaya. İnşallah gələn günlərimiz xeyirli, bərəkətli olsun. Bu bayram günləri bizə mübarək olsun. Qədirxum günləridir, mərhəba. Eydi Qədir əhli yəqin bayramıdır. Var bu bayramda şərəf, məzhəb u din bayramıdır. Cəşni məxsus Əli şiələrin bayramıdır. Zikri təbrik ağızlarda şirin şəhd oldu. Şəhi Mərdan, şəhi Lövlakə vəli əhd oldu. Buyurub Həzrəti Sadiq Üməmi can bekəfə, neçə gün var ki fəzilətdə çatıblar şərəfə. Fitri qurban idi həm cümə və yevm-i ərəfə. Gerçi əyad-ı mübarəkdir, bu adlar batmaz. Heç gün aləmdə vəli eydi Qədirə çatmaz. Heç gün aləmdə vəli eydi Qədirə çatmaz. Gözəl olar elə ağamız Əlini də biz zikr eləyək. İnşallah Kazimeyndən üz tutaq inşallah Nəcəf şəhərinə, ağamız İmam Əlinin hərəminə. Şahidin Əli, Mahidin Əli, ey peyğəmbərə canişin Əli. Şahidin Əli, Mahidin Əli, ey peyğəmbərə canişin Əli. Buyurdu mən kuntu Mevla Nəbi, sənə verib bu gözəl mənsəbi. Ya Mürtəza Əli, Əli ya Mürtəza. Müşkül güşa Əli, Əli müşkül güşa. Ey vilayeti sərbesər aləmə səfa verən, İsəvi dəmi aşiqin dərdinə dəva verən. Ey medal iftixar sineye Resul, məhcəmal cilve-i Mədinə-i Resul. Ya Mürtəza Əli,
Əli, Əli, ya Mürtəza. Müşkül cuşa, Əli, Əli, müşkül cuşa. Can fəda ola, izzət o, şövkət o, kəmalına. Gün həya edər, asimandan baxa cəmalına. Məktəbi müqavimətdir məktəbin sənin, qəhrəman çıxıb Hüseyn o Zeynəbin sənin. Ya Mürtəza, Əli, Əli, ya Mürtəza. Müşkül cüşa, Əli, Əli, müşkül cuşa. Nəfsimə bac vermərəm, sahibi cöhər olmağa. Satmaram eşqi türbətin qəsridə qeysər olmağa. Türbəti yari öpmüşəm, fəxr ilə istixarəsiz. Eşqə təvəssül etmişəm, nökəri Heydər olmağa. Nökəri Heydər olmağın əmri məhalə oxşasa, vardı yəqin ləyaqətim çakəri qəmbər olmağa. Cahu cəlal aləmə, hubbi əlini vermərəm, atam anam sənə fəda Əli. Cahu cəlal aləmə, hubbi əlini vermərəm. Eşq ucalandırar məni ərşidə əxdər olmağa. Aşiqə zikri ya Əli, eyni təvaf-ı Kəbədir. Zair-i Kəbə zikr oxur pak-ı mütəhhər olmağa. Etdi qəbul Əbul Bəşər ta ki Əli vilayətin. Yazdıla var ləyaqəti indi peyəmbər olmağa. Ey, Əli can, fədakə əbi və ummi və ovladı ya Əli can. Əli can. Cümə günüdür, İnşallah imam zamanı da yad eləyək. İnşallah Allah o Həzrətin zuhurun təcil eləsin. Ayrılıq ateşi yandırıb yaxanda, sənin eşqin ilə yollara baxanda. Gəl sil məzlumların göz yaşı axanda. Gəl sil məzlumların göz yaşı axanda. Ya Məhdi, 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 ya Məhdi. İnşallah yoluna qurbandır canımız. Gəl yetiş imdadə, sənsən gümanımız. Ya Məhdi, 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 ya Məhdi. Gəl ki gəlişinlə sevinsin möminlər, batsın zülmün səsi, dincəlsin möminlər. Dünyada hər yerdə səslənsin möminlər. Dünyada hər yerdə Allah səslənsin
sənsin möminlər. Xoş gəldin ya Məhdi, ya Məhdi, ya Məhdi. Xoş gəldin ya Məhdi, ya Məhdi, ya Məhdi. Ya Məhdi, ya Məhdi, ya Məhdi, ya Məhdi. Ədrikni ya Məhdi, ya Məhdi, ya Məhdi. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme كل وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك توعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. Bayramlarınız mübarək olsun. Eşəm mənim sizi xüsusilə təbrik edirəm bu gözəl gündə. Allah Taala elimizə bərəkət versin, sizi xalqımıza çox görməsin. Bütün əzizlərimizi, tamaşaçıları təbrik edirəm. Gələn günlərimiz xeyirli, bərəkətli olsun inşallah.